Daxili İşlər Nazirliyinin Marneuli rayon idarəsinin əməkdaşları qəsdən ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü şəxsi saxlayıblar. Aparılan istintaqla müəyyən olunub ki, şübhəli şəxs şəxsi mübahisə zəminində 1979-cu il təvəllüdlü şəxsə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Zərər çəkən dərhal xəstəxanaya yerləşdirilib. Hazırda ona zəruri tibbi yardım göstərilir. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan 117-ci maddəsi ilə aparılır. Faktla bağlı İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan 117-ci maddəsi ilə aparılır.